Bizim çox hörmətli kişilərimiz, təbii ki, mənim Azərbaycan kişilərinə böyük hörmətim var, onlara dəyər verirəm, həmişə sayğı ilə yanaşıram. Mən düşünürəm ki, bizim bütün Azərbaycan qadınları Azərbaycan kişilərinə dəyər verir. Müharibədən sonra, 44 günlük müharibədən sonra ümumiyyətlə kişilərimizi çox sevdik, qəhrəman kişilərimizi. Sizdən bir xahişim var, hörmətli kişilərimiz. Təbii ki, hamıya şamil etmirəm bunu, bəzilərinə. Çox xahiş edirəm. O cinsi azlıqlar var. Onlara niyə pul verirsiniz? Niyə pul xərcləyirsiniz? Niyə onlara mənzil alırsınız, maşın alırsınız? Bilirsiniz, bu yaxşı bir şeydir ki, səxavətlisiniz, ələ açıqsınız. Amma siz pulu elə adama verin ki, o ona dəysin. Bilirsiniz, daha da çox alırlar. Bir-birlərinə baxırlar, deyir ki, ona pul xərcləyən var, filan kəs onunla görüşür, onun üçün evlər alır, maşınlar alır, digər nələr. Niyə mən bunu etməyim? Hörmətli bəzi kişilərimiz, sizə yalvarıram, sizdən xahiş edirəm. Yazıqdır, bunları bədbəxt etməyin. Öz pulunuzla, öz var dövlətinizlə, öz sərvətinizlə, öz paralarınızla. Bu uşaqlarımız yazıqdır. Bədbəxt etməyin. Siz onlara pul verməsəniz, siz onlara bunları etməsəniz, almasanız, onlar belə kafalarını işlədərlər, deyərlər gedək bir yerdə işləyək, daşı üstünə qoyaq, gedək bazarda göyərti sataq, nə bilim, digər nələr var da, nə bilim, sürücü olaq. Amma bu sizin onlara verdiyiniz para düz deyil, etməyin. O paraları aparın uşaq evlərinə verin.